Dünya Azərbaycanlılarının uğurları və həmrəyliyi. Biz Azərbaycanlıyıq və harada yaşamağımızdan asılı olmayaraq uğurlarımızla dünyada iz qoyuruq. Elm sahəsində Lütfüzadə qeyri-səlis məntiqin banisi kimi dünya elminin inkişafına töhfə verdi. Onun ideyaları bugün süni intellektdən tutmuş, gündəlik texnologiyalara qədər istifadə olunur. Musiqidə Vaqif Mustafazadə caz və muğamı birləşdirərək Azərbaycan musiqisini dünya sahəsinə çıxardı. Onun yaratdığı caz muğam bu gün də beynəlxalq səviyyədə tanınır. Muğam sənətimizi isə Alim Qasımov öz unikal səsi ilə Avropa, Amerika və Asiya sahələrində tanıtdı. O, Azərbaycan mədəniyyətinin canlı simvoluna çevrildi. İdman sahəsində Vəli Qasımov Avropa futbolunda uğur qazanaraq adını tarixə yazdı. Cüdoçularımız Hidayət Heydərov, Elcan Hacıyev kimi idmançılar isə dünya və Avropa arealarında Azərbaycan bayrağını yüksəltdilər. Tibb və elm sahəsində çalışan Azərbaycanlı alim və həkimlər dünyanın müxtəlif ölkələrində insan həyatına ümid olurlar. Onlar bilikləri ilə bəşəriyyətə xidmət edirlər. Bütün bu uğurlar bir həqiqəti sübut edir. Azərbaycanlı olmaq istedad, zəhmət və qürur deməkdir. Biz harada olsaq da adımızı şərəflə daşıyırıq. Çünki bu uğurlar bizim milli qürurumuzdur. Dünya Azərbaycanlılarını birləşdirən ən güclü amillərdən biri milli kimlik, ortaq tarix və vətən sevgisidir. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla Azərbaycanlı fərqli cəmiyyətlərdə yaşasalar da onları bir amal birləşdirir. Azərbaycan adı və Azərbaycan dəyərləri. Bu birliyin rəmzi olan 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü təsadüfi yaranmamışdır. 1989-cu ilin dekabr ayında Araz çayı boyunca yaşayan Azərbaycanlılar uzun illər onları ayıran süni sərhədlərə qarşı etiraz etmiş, sərhəd hesarlarını sökərək milli birliyin gücünü nümayiş etdirmişdilər. Bu hadisə dünya Azərbaycanlılarının həmrəyliyinin başlanğıcı kimi tarixə düşmüşdür. 1991-ci il dekabrın 16-sında ümumi milli lider Heydər Əliyevin imzaladığı fərmanla 31 dekabr rəsmi olaraq Dünya Azərbaycanlılarının həmrəylik günü elan edilmişdir. Bu qərar dünya Azərbaycanlılarının bir ideya ətrafında birləşməsinə güclü təkan vermişdir.